Neçə oxuyursan Əmirsən? Həftəm oxuyursan da. Sən İranlısan ya Persiyənsən? Niyə? O zaman dünyanın 3'ten 2'si İran oldu. Ama Persiyəndə Xameneşin zamanı yolla qabaq idi. Hansı hökumətləri içəri oxumamışıq. Amma indi əgər ki İran eliblər, həm adın sildiriblər, həm ərzişini eliblər, həm zadı İran bilən o Persiyəni azaldırlar. Sildiriblər, tədsiyə eliblər. İran 100 ildir İran olubdur. Düzdür? Yəni 1090 ildir. 1314-dən İran olubdur. Və bunu İngilislilər bu adı qoydular bizim məmləkətimizin üstünə, Persiyənin üstünə ki, bizim gözəştəmizi yadımızdan çıxaldılar. Bizim əsalətimizi yadımızdan çıxaldılar. Sən nə edəcəksən? Sən sabahdan mədrəsədə, yaxşı, öz həmkilaslarınla mədrəsədə hər işimi görürsən. Deyəcəksən, biz bu sualı onlardan soruşacaqsan və onlara deyəcəksən, gedələr xanvadələrindən də soruşarlar. Yaxşı, ki biz İranlı dərik, biz Persiyənik. Yəni bizim əsalətimiz var, bizim qidmətimiz var dünyada. Düzdür? Bəs bu işi görəcəksən. Sabahlar getdi mədrəsəyə, yoldaşlarından nə mənə soruşacaqsan? Biz İranlıyıq ya Persiyənli. Və? Və ki, məsələn, istəyirik o hökumətə qeytək, ya məsələn, istəyirik elə bu cıqlı hökumətə ki, İranın restart edək. Zindabad? Zindabad, Seyyid Muhammed Hüseyin. Zindabad? Restart. Zindabad restart. Mən İrani istəm. Mən Parsi istəm. Mən Parsi istəm. Mən İrani, mən Persiya. Maşallah.